Müqəddəs Taxt-Tacın Vatikan Qriqoryan Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə Azərbaycanda xristianlıq, tarix və müasirlik mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən 12-ci Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransın açılış mərasimində çıxış edən ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, konfransın Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunduğunu bildirib. Diplomat qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan əsrlərdən bəri müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub. Bu baxımdan belə bir mühüm tədbirin nüfuzlu Qriqoryan Pontifik Universitetində keçirilməsi xüsusi əhəmiyyət kəsb eləyir. Səfir vurğulayıb ki, 2002-ci ildə Roma papası 2. Yohan Pavel, ardınca isə 2016-cı ildə Papa Fransisk Azərbaycana apostol səfəri zamanı həm Azərbaycanın xristianlığın qədim mərkəzlərindən biri, həm də multikultural dəyərlərə dərin kök salmış bir xalq kimi vurğulayıblar. Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru professor Kərim Şükürov vurğulayıb ki, Odlar yurdu Azərbaycan uzun bir tarixi inkişaf yolu keçib. Bu tarixi yol 1000 illik dövrü Qafqaz Albaniyası ilə bağlıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, mərkəz Qafqaz Albaniyası irsinin öyrənilməsinə xüsusi diqqət yetirir. Rəvan Həsənov qeyd edib ki, Azərbaycanda multikulturalizm sadəcə bir konsepsiya və ya akademik nəzəriyyə deyil, Azərbaycan xalqının həyat tərzidir və dövlət siyasətinin əsas istiqamətidir. Sonda konfrans bölmə iclasları ilə davam edib.